İndi üslü və loqaritmik tənliklər sistemi mövzusunu izah edəcəm. Bu, deməli, loqaritmanın ən axırıncı bölməsidir. Mənə diqqətlə qulaq asın. Asan bölmədir, çətin bölmə deyil. Prosta diqqətli olmaq lazımdır. Deməli, qulaq asın. Bir dəqiqə, rəngimizi dəyişək. Aha. Deməli, birinci suala baxaq. Məsələn, birinci sual. 3 üstü x plus y. Bax, burada 81 var. Bu 81'in əvəzinə yazıram 3 üstü 4. 4 üstü x çıx y. Orada 1'in də əvəzinə yazıram 4 üstü 0. Əsaslar eynidir. X üstə egal y bərabərdir 4. X çıx y bərabərdir 0. Sistem tənlik. 2x bərabərdir 4. X bərabərdir 2. X 2 isə ürəyin harda istəyir gətir qoy. X'in yerinə qoy daha doğrusu. Y-i də tap. X 2, Y 2 nə istəyir? Hasilini istəyir. Cavab 4. Başa düşdük. Sonra. Məsələn, 3-cü suala baxaq. 3-cü sualda əvəz elə. Məsələn, burada 3-cü sualda. Yaz x bərabərdir 2 çıx y. Bunu gətir burada x-in yerinə qoy. Deməli, yaz 3 üstü 2 çıx y vur 2 üstü y bərabərdir 6. Belə olanda parçala. 2 üstü y bərabərdir 6. Düzdür? Deməli, nə olur? Bu 9 deyil. 9'u keçirt bu məxrəcinə. Elə belə olur 2 üstü y bölü 3 üstü y bərabərdir 6 bölü 9. Bunlar ixtisar gedir, nə olur? 2, 3. Bu olur 3'də 2 üstü y bərabərdir 3'də 2 üstü 1. Düzdür? Y nə oldu? 1. Y 1'dirsə x də bərabərdir 2 çıx 1. O da elədi 1. 1'i 1'ə vuranda 1. Aydın oldu. Aha. Sonra məsələn 7-ci suala baxaq. 7-ci sual. 7-ci sualda gör nə edərəm. Bir də özümdə fikirləşim, görüm bir nə edirəm. Gör nə edirəm. Bax 7-də bax burada. Birincisində. Loqaritma 3x çıx. Bax bu 2 qalxır da bunun yuxarısına. Olur loqaritma 3 y plus 2'də 1'in kvadratı bərabərdir 0. Burada çıx olanda bölmə olur axı. Yazıram x üstə gəl y x böl kvadrat bərabərdir 0. Buradan aydın olur ki x bərabərdir y üstə gəl 2'də 1'in kvadratı 1. Yəni 3 üstə 0 1'dir də ona görə. Bunu saxla. Bir də bax ikisi də əsaslar eynidir deyənə. X çıx 6 bərabərdir y üstə gəl 2'də 1'ə. 2 dənə sistem tənlik. İndi bunu necə eləyərəm? Məsələn, x bərabərdir y üstə gəl 2'də 1 üstə gəl 6. Yəni y üstə gəl 6,5. Bunu da gətir qoy burada yerinə. Deməli olur y üstə gəl 6,5 böl y üstə gəl 0,5'in kvadratı bərabərdir 1. Çarpaz vur. Ha istəyirəm axıra qədər getməyim. Gedirəm. Y üstə gəl 6,5 bərabərdir y üstə gəl 0,5'in kvadratı. O da eləyir y üstə gəl 6,5 bərabərdir y kvadrat üstə gəl y. 2 vur bu da inşallah ki düz yazdım. Səhv eləməmişəm. 0,25. Bundan bu getdi. Onda y kvadrat nəyə bərabərdir? 6,5'dən 0,25'i çıxaq. Neçə eləyir? 5. Alttan %25. Ne çok fikirləşdim. Belə donmalar məndə də olur. Y oldu 2,5. Y 2,5'dir. X'ı da gətir. Harda istəyirsən qoy yerinə. Lap qoy burada yerinə. Bir dəqiqə sənə göstərəcəm. Bax get qoy burada yerinə. Deməli nə olur? X böl 2,5'in üstünə 0,5 3. 3'ün kvadratı 9. Bərabərdir 1'ə x oldu 9. 9 2,15'də Y variantı. Başa düşdük. Bax bu cür misalı, bu 7-ci misalı həll edə bilərsən. Yəni belə bir çətin şey yoxdur. Məsələn 9-cu sual. 9-cu sualda da yenə əvəz etmə. X bərabərdir 1 çıx 2 y. Bunu gətir burada x'in yerinə qoy hesabla. Sonra nə idi bu 11-ci sual? Məsələn 11-ci sualda mən burada ln
x üstə gəl ln y-in kvadratı bərabərdir. Bu 2 də ln 2 yaza bilərəm. Toplama da vurmadı axı. Deməli x y kvadrat bərabərdir 2-yə. Düzdür? İndi burada da 9-u 3-ün kvadratı yaz. Elə olacaq 3 üstü 2y kvadrat. 243 də nədir? 3 üstü 5. Deməli nə olur? X üstə gəl 2y kvadrat bərabərdir 5-ə. Şo. Sistem tənliklə həll elə tap. Ya əvəz elə, da indi qalan sənlikdir. Əvəz elə, neyinirsən elə axır ki tap. Yerinə rəqəm qoymaqla da düşünmək olar ya əslində. Yerinə rəqəm qoymaqla da düşünmək olar. Sonra getdik. Bunlar asandır. 14-cü suala bax. Təyin oblastı. Təyin oblastı deyəndə nə edirik? Təyin oblastı ümumiyyətlə nədir? X-in aldığı qiymətlərdə, düzdür? Deməli 14-cü sualda nə edirəm? Yazıram ki, əvvəla loqaritmanın bu hissəsi mənfi ola bilməz. 5 çıx x böyüdür 0, yəni x kiçikdir 5. Bir də loqaritma kökün altında olduğu üçün kökün altı böyük bərabərdir 0. Onda da nə olur? 5 çıx x böyük bərabərdir 1, x kiçik bərabərdir 4. Düzdür? Deməli nə olur? Deməli 5-dən də kiçik, amma 4-də də kiçik bərabər. Ona görə C variantı olur. Yaxşı. Sonra getdik. Bunlar asandır. 18-ci suala baxın. 18-ci sualda burada neçədən sıfır var? Gəl sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli bu 10 üstü 9'dur da. Burada da 10'luq loqaritm olduğu üçün LG 10 üstü 9. 9 qabağa keçir. Olur 9 LG 10. Bu da bir elə ora 9'dur da. Onda belə çıxır ki, bu da bayaqki misala oxşuyur da elə. 2 üstü x vur 2 üstü 2y kvadrat bərabərdir. 256 nədir? 2 üstü 8'dir deyəsən. 2 üstü 6 64. Hə. Burada da olur ln x vur üstə gəl. ln y kvadrat bərabərdir 9'a. Bu iki dənəsindən nəyi götürürəm? X üstə gəl 2y kvadrat bərabərdir 8'ə. Bir də xy kvadrat bərabərdir 9'a. Şo. Ya yerinə ədəd qoy, ya da ki Allah kərimli gör neynirsən. Ya da əvəz elə. Əvəz eləmə deyəndə nəyi deyirəm? Məsələn 8'i x-in yerinə 8 çıx 2y kvadrat yaza bilərsən. Aydındır. Sonra deməli baxırıq 20-ci suala. 20-ci sualda necə baxıram? Deməli loqaritmanın belə bir xassəsi var idi. A üstü x bərabərdir b. X-i necə yazırdım? Log a b. Bax bu 20-ci sualın birincisindən elə istifadə edirəm. Deməli LG y nəyə bərabərdir? Deməli loqaritma x 10'a. Düzdür? Deməli LG y bərabərdir loqaritma x 10'a. Bunu da bircə dəqiqə burada da nə verib? X vur y verib 100. Mən y-in əvəzinə 100 böl x yazsam necə olar? Gəl y-in əvəzinə deməli 100 böl x. Gəl bunu burada yazım. Burada yazım. Görək necə olacaq. Deməli LG 100 çıx LG çıx olur axı. Elə bil 100 böl x. Yaxşı gəl belə yazmayayım. Bircə dəqiqə. Bir də fəmlik yazmayayım. Bərabərdir loqaritma x 10. Deməli olur LG 100 çıx LG x bərabərdir. Bölmə olur da loqaritmada çıxanda. Şey olur 2 çıx LG x bərabərdir. Bu da 1 böl LG x-dir da. Düzdür? Bir dəqiqə. Orta məxrəc eləyim. Orta məxrəc eləyəndə deməli olur nə? Bura yazıram LG x. Bura yazıram LG x. Deməli olur 2 LG x çıx LG kvadrat x bərabərdir 1'ə. Bunları da mənfiyə vurub normal kvadrat tənlik kimi yazsam, deməli belə olur. Aha. Bunu da LG x-a bir t desəm, məsələn, t desəm olur t kvadrat çıx 2t plus 1 bərabərdir 0. Diskriminantla həll eləyəndə
Bu elə T1-ə bərabərdir də, düzdür? Bir dənə bax. Bu elə niyə? Çünki bu T çıx 1-in kvadratıdır da. Hə, deməli LG(x) nəyə bərabərdir? 1-ə. Düzdürmü? Onda x oldu 10. X 10-dursa, bu x-i mən gətirib burada qoya bilərəm yerinə. Olur 100/10. Всё. X 10, Y 10. Deməli C variantı. Gördük. Şöyle 20, 21 bu tipdir. Asandır. İndi bir dənə 22-yə baxaq. 22-də görək nə edə bilərik. Gəl bunu tərəf-tərəfə toplayaq. Bax, bunu tərəf-tərəfə topladım. Nə olacaq? 10 vur 3 üstü x. Bunlar gedir də. Bərabərdir 90-a. 3 üstü x bərabərdir 9-a. O da bərabərdir 3 üstü 2-yə. X oldu 2. Şu x 2-dirsə, gətir qoy, yerinə y-i də tap. Всё. Ən rahat yolu budur. Sonra 25, 26, 25-ci sual da bayaqki sual oxşuyur. Eləyərsən özün. Gəldim 26 asandır. 27-ci sual əvəz eləmədir. Bax. X bərabərdir 2 üstəgəl loqaritma. Dəqiqə. Aha. 2 üstəgəl loqaritma 2y. Düzdür? Niyə belə oldu? 2, yox çox. Deyən. Hə. 2y. Bir dəqiqə. Aha. Deməli 2 üstəgəl loqaritma 2y. Bunu əgər mən gətirib bu x-in yerinə burada qoya bilərəm də. Deməli nə olacaq? 2 üstü 2 üstəgəl loqaritma 2y üstəgəl y bərabərdir 5-ə. Düzdür? Bərabərdir 5-ə. İndi bunu parçalaya bilərik. 2 üstü 2 vur. 2 üstü log 2y üstəgəl y bərabərdir 5-ə. 2 ilə 2 gedir. Onda olur 2y, 4y daha doğrusu. Üstəgəl y bərabərdir 5-ə. 5y bərabərdir 5-ə. Y də bərabərdir 1-ə. Əgər y 1-dirsə, gətir bu y-i birincidə elə yerinə qoyaq. Nə olur? 2 üstü x üstəgəl 1 bərabərdir 5-ə. 2 üstü x bərabərdir 4-ə. O da eləyir 2-nin kvadratı. Onda x də oldu 2. y1, x2. Gördük, nə rahat tapdıq. 27-ci sualı. Bunlar hamısı eyni tipdilər, daha çox getmirəm. Bir də sonunculara baxaq. Sonunculara baxmamışdan əvvəl bir dənə mən 31-ci suala baxaq. Bax, burada y bərabərdir mənfi 2x. Düzdür, aşağıdan elədim. Bunu da gətirib burada qoyuram yerinə. Всё, hesablayıram, gedir. 33-cü sual. Burada bax, kvadrat üstəgəl kvadrat bərabərdir 0. Bu hansı vaxt olur? Deməli, burada nəyin kvadratları cəmi 0 olar? Yalnız 0 olmalıdır. Deməli, mötərizənin içləri yalnız 0 olmalıdır. Düzdür? Всё. Bir dəfə bunu ayrıca hesablayıram, 0-a bərabər eləyirəm. Bir dəfə də bunu ayrıca hesablayıram, 0-a bərabər eləyirəm. Deməli, x kubu çıx 4x kvadrat çıx x plus 4. Buradan x kvadratını çıxardıram. Çıx x çıx 4. Deməli, nə qalır? X çıx 4 vuruqlara ayırmadır da bu. X kvadratın çıx 1 elə birbaşa x çıx 1, x üstəgəl 1 bərabərdir 0. Düzdür? Ayrı-ayrı eləsəm, belə. 4, 1, mənfi 1. Bunu saxlayıram. İndi bu tərəfdə də loqaritma 0-a bərabər eləyirəm. Burada mən 4 ikinci mötərizədə 4-də 1 log 2x kvadratının kvadratı, düzdür? 2 keçir də qabağa. Elə mən orada 2-ni bir dəfəmlik qabağa keçirdə bilərəm. Burada yaza bilərəm. Çıx 3 log 2x üstəgəl 2 bərabərdir 0. Düzdürmü? Burada da bu 2-nin kvadratı elə bir dəfəmlik 4 eləyir. Mən gəl belə yazım. 4-dən 4 getdi. Loqaritma 2x-ə bir t desəm, t kvadrat çıx 3t üstəgəl 2 bərabərdir 0. Deməli, t1 nə olur? Bu viyetlə eləsəm 2 olur. t2 də olur 1. Cəmləri 3, hasili 2. Bəli. Mən nəyə t demişdim? Loqaritmaya. Buna 2 desəm, x oldu 4. Loqaritma 2x-a da 1 desəm, x də oldu 2. Gördük. Всё. Hər ikisini sıfıra çevirən qiymət hansıdır? Bax, 4. Deməli, cavabımız nə oldu? Cavabımız oldu 4. Всё.